Bugün sizinlə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət hesablanmasına baxacağıq. Buna bir nümunə əsasında baxaq. Əgər işçi 24 fevral 2023-cü il tarixindən 29 fevral 2023-cü il tarixinə kimi xəstələndiyi üçün əmək qabiliyyətini müvəqqəti itirmişdir. İşçinin alacağı əmək qabiliyyətini müvəqqəti itirdiyinə görə müavinətin məbləğini hesablayaq. İşçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi müddət ərzində 4 iş günü vardır. Əmək qabiliyyətini müvəqqəti itirdiyi aydan etibarən əvvəlki son 12 təqvim ayında, yəni 2022-ci ilin fevral ayından 2023-cü ilin yanvar ayı tarixinə qədər 241 iş günü vardır. Və bu müddət ərzində işçinin qazancı 22.756 manat 87 qəpik olmuşdur. Beləliklə, biz bir günə düşən qazancı hesablayaq. Bunun üçün 22.356 manat 87 qəpiyi 241-ə böləcəyik və müəyyən edəcəyik ki, bir günə düşən qazancımız 92 manat 77 qəpik olmuşdur. Və nəzərinizə çatdıraq ki, işçinin sosial sığorta stajından asılı olaraq bir günə düşən qazancın müəyyən faizləri ödənir. Hansı ki, işçinin stajı 6 ay ilə 8 il arası olduqda məbləğin 60%, 8 ilə 12 il arası olduqda 80%, 12 ildən çox staj olduqda isə məbləğ 100% şəklində ödənəcəkdir. Biz bir günə düşən qazancın 92 manat 77 qəpik olduğunu müəyyən etdik və işçinin 6 illik sosial sığorta stajı olduğunu nəzərə aldığımız halda 92 manat 77 qəpiyin 60%-ni təyin edəcəyik. Bu da eləyəcək 55 manat 66 qəpik və işçimizin 4 iş günü ərzində işdə olmadığını nəzərə alsaq, 55 manat 66 qəpiyi 4 iş gününə vuraraq biz ödənəcək müavinəti müəyyən edə bilərik.